Salam, hər vaxtınız xeyir olsun, əziz 6-cı sinif şagirdləri. Xoş gördük sizləri. Mən Araz müəllim. Bu gün sizlərə Qazax Tovuz Regional Təhsil İdarəsinin 6-cı siniflər üçün təşkil etdiyi monitorinq sınağından riyaziyyat suallarının izahlarını paylaşacağam. Uşaqlar, video başlamazdan əvvəl video bəyənib kanala abunə olmağı unutmayın. Başlayırıq birinci sualdan. Birinci sual sadə sualdır. Sual belədir. 4'ün kvadratının 4 mislini hesaplayın. 4'ün kvadratının 3 misli. Bu şəkildə yazılır. Əvvəlcə biz bilirik ki, əməllərdən mötərizə varsa mötərizənin içərisindəki əməllər yerinə yetirilir. Mötərizə yoxdursa da qüvvətə yüksəltmə əməli sonra vurma bölmə ardıcılığı ilə yerinə yetiririk. Ona görə biz əvvəlcə 4'ün kvadratını taparıq. 4'ün kvadratı 16 eləyər. 16'yı da 3'ə vursaq 48. Yəni birinci sualda cavab B variantı. Növbəti suala baxırıq. İkinci sualda 55 dərəcəli bucağa konkret olan bucaq neçə dərəcədir? Şurada konkret yəni bərabər deməkdir. Yəni cavab A variantıdır. Üçüncü suala baxırıq. Üçüncü sualda 0,18 onluq kəsirini faizlə ifadə edin. Deməli 0,18 onluq kəsirini faizlə ifadə etmək üçün onu 100'ə vurub yanına faiz işarəsi yazmaq lazımdır. Ümumiyyətlə ədədi onluq kəsiri faizə çevirmək üçün onu 100'ə vurub yanına faiz işarəsi yazmaq lazımdır. Biz də onluq kəsirlərin 10'a 100'ə 1000'ə vurma qaydasını tətbiq etsək, sıfırların sağa qədər vergülü sağa sürüşdürürük. 2 sıfır olduğuna görə 0,18'in vergülünü 2 var sağa sürüşdürdükdə 18% alınır. Yəni cavab B variantı. 54-cü suala baxırıq. Yəni sizdə 4-cü sualdır. Düzbucaqlı paralelepipedin həcm düsturu. Düzbucaqlı paralelepipedin həcm düsturu enini, uzunluğunu və hündürlüyünü vurmaq lazımdır. A, B, C. Yəni cavab yenə B variantı. Növbəti suala baxırıq. 55-ci sual. Deməli, sual bu cürdür. X kiçikdir 5,8 bərabərsini ödəyən ədədi tapın. Uşaqlar 5,8-dən kiçik olan natural ədədləri qeyd etsək, cavab 5, 4, 3, 2, 1. Natural ədədlər bunlardır. Bunlardan da cavablarda A variantında 5 qeyd edilmişdir. Cavab A variantı. Növbəti suala baxırıq. Növbəti sualda 98 dərəcəli bucağın təmböləni onu hansı bucaqlara ayırır? 98 dərəcəli bucaq biz bilirik ki, kör bucaqdır. Qeyd eləyək çəkən əvvəlcə. AOB qeyd eləyək. Deməli, bucaq AOB bizdə 98 dərəcədir. Təmbölən nə edir uşaqlar? Təmbölən çıxdığı bucağı 2 bərabər, yəni konkret bucağa ayırır. Ona görə də 98'i 2 yerə bölsək 49 və 49 dərəcə olar. Yəni cavab C variantı. Növbəti suala baxırıq uşaqlar. A vuraq B bərabərdir 7 olduqda A vuraq 6 vuraq B ifadəsinin qiymətini tapın. Vurmanın qruplaşdırma xassiyəsinə görə biz A və B-ni əvvəlcə vurub sonra aldığımız cavabı 6'ya vura bilərik. A vuraq B-nin də cavabına 6 verildiyinə görə, 7 verildiyinə görə 7'yi də 6'ya vursaq cavab 42. Yəni cavab B variantı. Növbəti suala baxalım uşaqlar. Növbəti sual 40'ın 4'də 3 hissəsini tapın. Uşaqlar 40'ın 4'də 3 hissəsini tapmaq üçün 40'ı vurmalıyıq 4'də 3'ə. Ədədin kəsr hissəsini tapmaq üçün ədədi verilmiş kəsr hissəyə vurmaq lazımdır. İxtisar aparsaq, hər ikisi tərəfi 4'ə bölsək, burada 10 qalar. Onu da 3'ə vursaq 30. Yəni C variantı. Yaxud da belə də eləyə bilərik uşaqlar. 40'ı 4'ə bölüb alınmış cavabı sürətə vura bilərik. 40'ı 4'ə bölsək 10, 3'ə də vursaq 30. Növbəti suala baxırıq. Növbəti sualda 0,3 hissəsi 1,8 litr olan qabın tutumunu tapın. Uşaqlar hissəsinə görə ədəd tapmaq üçün ədədi verilmiş hissəyə bölmək lazımdır. Onluq kəsirdə onluq kəsirə bölmək üçün əvvəlcə
bölənə baxırıq. Böləni elə naturədə elə 10-a 100-ə 1000-ə vurmalıyıq ki, naturədə də olsun. Böləni neçəyə vuruqsa, bölünəni də həmin ədədə vurmalıyıq. Biz bölən və bölünənin hər ikisini 10-a vursaq, 18 bölək 3 alınır. 18-ə 3-ə böldükdə 6. Yəni cavab D variantı. Növbəti sualı görürük. Növbəti sual 16, 8 və 12. Ədədlərin ədədi ortasını tapın. Uşaqlar, ədədi ortanı tapmaq üçün ədədləri toplayıb onların sayına bölmək lazımdır. Yəni 16 üstə gələk 8, üstəlik 12 sayına, yəni 3-ə bölərik. Bunları topladıqda cavab eləyər. 16-ın üstə 18, 16-ın üstə 8 gəlsə 24, üstə də 12 gəlsək 36. 36-yı da 3-ə bölsək cavab 12. Növbəti suala baxaq, 61-ci suala. Verilmiş onluq kəsiri %1-lərə qədər yuvarlaqlaşdır. Deməli, bizim verilmiş ədədimiz 9/1000-506-dır. Biz bunu %1-lərə qədər yuvarlaşdıraq. 10/1, %1. Yəni 0-a qədər. Bura qədər yuvarlaşdırmalıyıq. Yuvarlaşdırmanın qaydasına görə qeyd etdiyimiz rəqəmdən sonraki ədəd 5, 6, 7, 8, 9 olarsa, qeyd etdiyimiz rəqəm 1 vahid artır. Onda 9/5 0 1 ilə əvəz olunur və sondakı 6 da 0 olur. Buradakı 0-ın da heç bir əhəmiyyəti olmadığına görə cavab 9/51. Yəni D variantı. Növbəti suala baxırıq. Düzbucaqlının eni, deməli bir düzbucaqlı çəkək uşaqlar. Düzbucaqlının deyir eni 5 sm, 5 sm, eni isə 15 sm-dir. Bizdən düzbucaqlının sayəsini tapın. Düzbucaqlının sayəsini tapmaq üçün düzbucaqlının eninin uzunluğuna vurmaq lazımdır. 15-i vurarıq 5-ə. Cavab 75. Yəni A variantı. Növbəti suala baxırıq. 63-cü sual. Deməli, A üstə gələk 6/1 bərabərdir 3/2. Toplanan cəm məhsul toplanan tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Yəni A bərabərdir 3/2 çıxılmış 6/1. Biz də bu kəsirləri çıxmaq üçün onların məxrəclərini eyniləşdirməliyik. Hər bir kəsiri, deməli bizim belə bir qayda var ki, kəsirin sürət və məxrəcini istədiyimiz naturədə də vura bilərik. Onda 6-ya gətirmək üçün birinci kəsirin sürət və məxrəcini 2-yə vura bilərik. Onda eləyər 6/4 çıxaq 6/1. O da bərabərdir 6/3-ə. İxtisarı da aparsaq uşaqlar, cavab eləyər 2/1. Hər tərəfi elə bir ki, 3-ə ixtisar apardıq. Cavab yəni B variantı. Növbəti suala baxırıq. 2/9-3 üstə gələk 1/3-2. Məxrəcləri müxtəlif olan kəsirləri toplamaq və ya çıxmaq üçün onların məxrəcləri bərabərləşdirilməlidir. 9 və 3-ün ən kiçik ortaq məxrəc bunlara 9-dur. 9-a gətirməliyik. Onda birinci kəsir olduğu kimi saxlayaq. İkinci kəsirin inşallah sürət və məxrəcini 3-ə vurarıq. Onda cavab eləyər 1/9-6. Biz də bunları toplasaq 3/9-9 almış olarıq. Uşaqlar, bunu da 3 üstə gələk. 9/9 biz bilirik ki 1 deməkdir. 3-ün üstə 1 gəlsək 4. Yəni cavab C variantı. Növbəti suala baxırıq. Deməli A bölək 13. Yəni 13-də A kəsirinin düzgün kəsir olması üçün A-nın ala biləcəyi ən böyük qiyməti göstərin. Şöyle düzgün kəsir o kəsirə deyilir ki, kəsirin sürəti məxrəcindən kiçik olsun. Yəni A 13-dən kiçik olmalıdır. 13-dən kiçik hansı ədədlər var? 12 var, 11 var, 10 var, 1-ə qədər. Bunların içində ən böyük ədəd neçədir? 12. Yəni cavab D variantı. Növbəti suala baxırıq. Deməli, tili 4 cm olan kubun həcmini tapın. Uşaqlar, kubun həcm düsturu A üstü 3, yəni A kubudur həcm düsturu. Bizdə də A-ya özləri 4 cm vermişdilər. A-nın yerinə 4 cm yazıb kuba yüksətsək, kuba yüksətmək üçün də 4-ü 3 dəfə öz-özünə vuraq. 4 vuraq, 4 vuraq, 4. Cavab eləyər 64 cm kubuna. Yəni cavab B variantı. 67-ci suala baxırıq. Sinifdə 30 şagirdin
20% əlaçıdır. Neçə şagird əlaçıdır? Ədədin verilmiş faizini tapmaq üçün ədədi verilmiş faizə vurub alınmış cavabı bölməliyik 100-ə. Burada biz 20 və 100-ü ixtisar aparsaq, hər ikisini 20-yə bölsək, 20-20-yə bölsək 1, 100-ü də 20-yə bölsək 5. 30 ilə də 5-i ixtisar aparsaq, burada 1, burada 6. Cavab eləyər 6. Yaxud bunu bu cür deyə bilərsiniz. 30 vurulmuş 20 bölünmüş 100. 30 20-yə vursaq 600. 600 də 100-ə bölsək 6 almış olarıq. Yəni cavab A variantı. Növbəti suala baxırıq. 68-ci sual. 1,5-də 3 və 1,5-də 4 ədədlərinin cəminin 5 mislini tapın. 1,5-də 3 və 1,5-də 4 ədədlərin cəminidir. 5 mislini tapın. Baxın, bu misalı həll etməliyik. Biz əvvəlcə mötərizənin içərisini həll etməliyik. Tamları toplasaq 2,5-də 7. Məxrəclər olduğu üçün qarışıq sürətləri toplayırıq və onu da vurmalıyıq 5-ə. Qarışıq ədədi natural ədədə vurmaq üçün əvvəlcə qarışıq ədədi düzgün olmayan kəsrə çevirərik. 2-yi 5-ə vursaq 10, üstə 7 gəlsək 17 vurulmuş 5-ə. 5 ilə 5-i ixtisar aparsaq cavab 17 almış olarıq. Cavab B variantı. 69-cu suala baxırıq. 25% 16 olan ədədi tapın. Uşaqlar, görürsünüz ki, faiz əvvəldə gəlibdir. Faizinə görə ədədi tapmaq üçün ədədi vururuq 100-ə. Alınmış cavabda bölməliyik faiz göstərən ədədə. 25 ilə 100-ü ixtisar aparsaq, 25-in özünə bölsək, 25-i 25-ə bölsək 1, 125-ə bölsək 4. 16-yı da 4-ə vursaq 64. Yaxud da uşaqlar belə yaza bilərik. 16 vurulmuş 100 bölünmüş 25 şəklində yazsaq, 1600-ü bölsə 25-ə cavab yenə 64 alınır. Yəni cavab C variantı. Növbəti suala baxırıq. Birinci sahədən 23,5 ton, ikinci sahədən isə birincidən 2,3 ton az məhsul yığıldı. Deməli uşaqlar, biz yazaq birinci sahə. Birinci sahədən 23,5 ton. İkinci sahədən uşaqlar, bundan 2,3 ton azı, yəni 23,5-dən 2,3 ton az deyirsə çıxmalıyıq. Onluq kəsrə çıxda elə yazmalıyıq ki, vergül altda düşsün. 5-dən 3 çıxsaq 2, 3-dən 2 çıxsaq 1, 2-ni də özünü edirsək. Deməli, ikinci sahədən 21,2 ton məhsul yığılmışdır. Bizdən deyir, iki sahədən cəmi nə qədər məhsul yığılmışdır. Deməli, bu ikisini toplamalıyıq. 23,5-in üstə 21,2 gəlməliyik. Qeyd edək ki, yenə təkrar deyirəm. Onluq kəsrləri toplamaq üçün onları elə yazırıq ki, vergül altda düşsün. 3-ün də üzərinə 1 gəlsək 4. Burada da 4. 44,7 ton. Yəni cavab B variantı. Növbəti suala baxalım uşaqlar. 71-ci sual. 3 bucaqdır uşaqlar. Bir dənə 3 bucaq çəkəyin. Aha, 3 bucağımızı çəkdik. 3 bucağın tərəflərinin biri 1,2-də 1 cm, digər tərəfi 2,4-də 3 cm, digər tərəf isə 5-də 2 cm-dir. 3 bucağın perimetrini tapmaq lazımdır. Ümumiyyətlə, istənilən 3 bucağın perimetri sizdən soruşularsa, onun tərəflərini toplamaq lazımdır. 1,2-də 1, üstə gələk 5-də 2, üstə gələk 2,4-də 3. Uşaqlar, biz bunların məxrəclərini 20-yə gətirməliyik. 20-yə gətirmək üçün biz birinci kəsrin sürət və məxrəcini 10-a vurmalıyıq. İkinci kəsrin sürət və məxrəcini 4-ə vurmalıyıq. Üçüncü kəsrin sürət və məxrəcini isə 5-ə vurmalıyıq. Onda alarıq 1 tam. Deməli, 10-u vursaq 2-yə 20. Onda sürəti də vursaq 10-u da belə vursaq 10. Üstə gələk. 4-ü həmin məxrəcə, həmin sürətə vursaq 20-də 8. Üstə gələk 2 tam 20-də 15 bərabərdir. Toplamanı yenə yetirək. Əvvəlcə tam hissələr toplayarıq. 3 tam məxrəc olduğu kimi qalar. Sürətləri toplayalım. Onun üzərinə 8 gəlsək 18. Üstə də 15 gəlsək 33. Bu da bərabərdir uşaqlar. Bax, bunu bu şəkildə yazın ki, daha gözəl başa düşəsiniz.
Bax, bu şəkildə yaza bilərik. Tam və kəsr siyahıdır. 20-də 33 uşaqlar. Düzgün olmayan kəsrdir. Onu qarşı ədəd çevirək. 33-ü 20-yə bölsək bir dəfə yerləşər. Məxrəc olduğu kimi qalıq da 13 də sürətdə. Bunlara toplasaq 4/20-də 13 almış olarıq. Cavab 4/20-də 13-dür. Növbəti suala baxırıq. 8-də 5 hissəsi 40 litrə bərabər olan akvariumun tutumu neçə litrdir? Hissəyə görə ədəd tapmaq üçün ədədi verilmiş hissəyə bölmək lazımdır. Yəni 40-ı bölürük 8-də 5-ə. 40-ı 10-da vurmalıyıq biz 8-də 5-in tərsinə. İxtisar aparsaq burada 5, burada 8. 8-də 8-ə vursaq 64 litr. Növbəti suala baxırıq uşaqlar. İşçinin aylıq gəliri 640 manatdır. Bu gəlirin 8-də 1 hissəsini kommunal xərclərə, qalan pulun 7-də 4 hissəsini ərzağa xərcləndi. Bu xərclərdən sonra onun nə qədər pulu qaldı? Gəlin belə yazan uşaqlar. Buraya yazaq kommunal. Sonra əlavə nə idi orada? Ərzaq. Aha. Qaldı yazağın. Bir də cəm yazağın. Şurada cəmi 640 manatdır işçinin gəliri. İndi deyir bunun 8-də 1 hissəsini kommunala hesablayarın yazan. 640-ın 8-də 1 hissəsini tapmaq üçün 640-ı vurmalıyıq uşaqlar 8-də 1 hissəyə. İxtisar aparsaq 8-ə bölsək, 8-i 8-ə bölsək 1, 640-ı da 8-ə bölsək 80. Bərabərdir 80 manat. Deməli uşaqlar 80 manatı kommunala. İkinci nədir? Deyir ki uşaqlar qalan pulun uşaqlar 640 manatdan 80 manatı çıxmalıyıq. Çünki qalan pul deyir. 640-dan 80 manatı çıxsaq eləyər 560 manat. İndi bunun deyir uşaqlar 560-ın yəni bax bunun 7-də 4 hissəsini 7-də 4-ə vurmalıyıq. Yəni 7 ilə 560-ı ixtisar aparsaq 80 qalar. 80-i də 4-ə vursaq 320 manat. Deməli 320 manatı ərzağa getdi. Bizə deyir ki, nə qədər pulu qaldı. Uşaqlar, nə qədər pulu qaldığını tapmaq üçün 640-dan çıxmalıyıq. Kommunala və ərzağa xərclədiyi pulların cəmini. Bərabərdir 640 çıxaq 400. 640-dan 400 çıxsaq 240 manat qaldı. Yəni cavab uşaqlar 240-dır. 74-cü suala baxırıq uşaqlar. 74-də tənliyi yazaq. X bölünmüş 4-də çıxaq 8-də 3 bərabərdir 1/8-də 3-ə. Deməli uşaqlar biz bu tənlikləri həll etmək üçün bax bura bir məhsul kimi baxmalıyıq. Bura deməli azalan, bax birincisi bu azalan, çıxılan fərq kimi baxaq. Azalanı tapmaq üçün fərqlə, yəni bu fərqlə çıxılanı toplamaq lazımdır. 1/8-də 3 ilə 8-də 3-ü toplamaq lazımdır. X bölək 4 bərabərdir. Bunları toplasaq 1/8-də 6 ilə alarıq. İndi təzə bir tənlik yaranır uşaqlar. Bölünən, bölən, qismət. Bölünəni tapmaq üçün böləni vurmalıyıq qismətə 1/8-də 6-ya. Buradan da x bərabərdir 4 vurulmuş. 1/8-də 6-yı düzgün olmayan kəsrə çevirsək 8-də 14 alarıq. İxtisarlara aparsaq 4-ə bölsək hər kəsə. Burada 2, burada 1. 2-də 14. Uşaqlar 2-də 14 də əslində kəsr xərci bölmə deməkdir. 14-ü 2-yə bölsək 7. Bəli, cavab 7 olar. Deməli uşaqlar 75-ci, yəni sonuncu sualdır səhv etmirəmsə bu suala baxırıq. 45 çıxılmış 3-ün kvadratı üstə ilə 7 mörtəzələ bağlansın vurulmuş 3-ə. Biz əvvəl uşaqlar daxildəki mörtəzənin içərisini həll etməliyik. Ona görə biz əvvəlcə 45 çıxaq yazarın. Əvvəlcə burada deməli biz 3-ün kvadrata yüksəltməliyik. 3-ün kvadratı eləyər 9. Yəni 9 üstə ilə 7 mörtəzə bağlansın vuraq 3 bərabərdir. 45 çıxılmış. Uşaqlar 9-un üzərinə 7 gəlsə eləyər 16. Vuraq
3-ə bərabərdir. Əvvəlcə mörtəzənin içərisini həll etsək 29. 29-u da 3-ə vurmalıyıq. O da eləyər 3-ü 9-a vursaq 27. 2 yadda. 3 dəfə 2 6. 2 də yadda 87. Cavab 87 uşaqlar.